Hər vaxtınız xeyir olsun. Fabrik Azərbaycan direktorları, hər birinizi salamlayıram. Hər birinizin uğurları bol olsun. Vaxt var idi, 2015-ci ildə, fabrikin 15 illiyində mən baş direktoruydım və bu rütbəli arzulamışdım. Bugün 10 ildir artıq mən Fabrik Azərbaycanda fəaliyyət göstərirəm və bu rütbəni sevmişdim. Çünki bizim dəyərli rəhbərimiz Fahin xanım 88 yaşında o brilliant direktoruydu və mən ona baxmışdım, fəxr eləmişdim. Bugün fəxr edirəm ki, Fahin xanımın komandasındayam və onun da fotosunu mənə göndərən Könül xanıma təşəkkür edirəm ki, mənə gözəl bir foto göndərdi, belə bir brilliant direktoru təqdim elədi və mən də brilliant oldum. Hər kəsə brilliant kimi parlamağı arzulayıram və buradan təşəkkürümü Tata xanım sizə bildirirəm, əziyyətinizi halal eləyin, çox sağ olun, motivasiya mənbəyimizsiniz və buradan bütün şoferlərimizə təşəkkür bildirirəm, bizim məntəqələrə məhsul çatdıran, mənim məntəqələrimə bütün fəaliyyət göstərən şoferlərə təşəkkür edirəm və Qarabağın giriş qapısı olan gözəl Bərdəmizin şoferi Talib dayıya xüsusi təşəkkürümü bildirirəm. Çünki bu günlərim, mən o qədər çətin dönəmlər olub ki, o gələndə işə gec getmişəm, o məhsulları mənə vaxtında çatdırıb ki, mən bugün inkişaf eləmişəm. Ona görə bütün Hidayət müəllimə dərin təşəkkürümü bilirəm, məntəqələrin açılması üçün.